Aslı insanın ailəsi üçün 7 qızıl qayda demək istəyirəm. 1. Problemi gizlətmə. Çünki problemi gizlətdikcə problemdə qalırsınız, yeni yollar açılmır sizə. 2. Pul vermə, çünki pul yəni istifadəni uzatmaq deməkdir. 3. Təhdid etməyin, təhdid edəndə uşaq əksin edir. 4. Tək qalmasına icazə verməyin, özünə qapanır, depressiv hallar yaşayır. 5. Özünüzü qurban etməyin. Yəni özünüz xilaskar roluna girməyin, çünki yəni siz orada uduzacaqsınız. 6. Dəstək almaq lazımdır, yəni kömək istəmək lazımdır, yəni mütəxəssislərdən, ətrafdan ki, sizin üçün də yəni yol açılsın. 7. Ümidi itirməyin, hər zaman ümid var. Yəni burada söhbət narkotik, alkoqol və oyun asılılığında əziyyət çəkən ailələrdən gedir. Çox vaxtı bu kimi şeylər narahat edir.